Müsahibim Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinlidir. Studiyamıza xoş gəlibsiniz. Xoş gördük. Bugünkü mövzumuz Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə ilə bağlıdır. Bildiyimiz kimi, bugün artıq Azərbaycan parlamentinin müqavilə müzakirəsinə çıxarılıbdır. Müqavilə avqustun 16-sında Türkiyədə imzalanmışdı. Hansı sahələri əhatə edir? Üzr istəyirəm, müqavilə Bakıda imzalanmışdı, yəni bu sənədlə bağlı avqustun 16-sında. Bu müqavilə ölkələr arasındakı daha çox hərbi siyasi sahədə əməkdaşlıq perspektivlərini əhatə edir. Eyni zamanda bura iqtisadi, humanitar istiqamətlər də daxildir. Doğrudan da 23 maddədən ibarət olan bu sənəd ölkələr arasında əməkdaşlığı irəliləməsi üçün çox vacib bir sənəd hesab olunmalıdır və bu sənəd iki ölkənin əməkdaşlığın perspektivləri baxımından, o cümlədən Azərbaycanın gələcək hərbi siyasi perspektivləri baxımından çox vacib hesab olunur və burada əksini tapan, ismarıcılar çox mühümdür. Eyni zamanda bunu bəlkə də Azərbaycanın alternativ hərbi doktrinası kimi də qiymətləndirmək olar. Həmin sənəddə iki əsas sənədə istinad var. Biri Qars müqaviləsidir, ikincisi isə 1994-cü il Azərbaycan-Türkiyə arasındakı olan müqavilədir. Bax, bu istinadlar nəyə əhatə edir əsasən? Bu istinadlar Azərbaycanın çox mühüm bir istiqamətləri əhatə edir. Xüsusilə də Qars müqaviləsi kimi məsələ. Çünki Azərbaycan bildiyimiz kimi ərazi bütövlüyünün təminatı məsələlərində Qars müqaviləsinin çox böyük ciddi rolu mövcuddur. Naxçıvanın təhlükəsizliyi baxımından biz də nəzərə almalıyıq ki, faktiki olaraq həm hüquqi sənədlər baxımından da faktiki reallıqda bugün Türkiyə, Azərbaycan bir parçası olan Naxçıvanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edir və son illərdə baş verən hadisələrdə biz bu rolu daha görürük və hesab etmək olar ki, bu sənəddə bu istinad olunması, 1921-ci il Qars müqaviləsinin istinad olunması perspektiv əməkdaşlığı özündə əks etdirir ki, yəni gələcək dövrdə də Türkiyə məhz Azərbaycan ərazisinin bütövlüyünün təminatçı rolunda çıxış edəcək. 1994-cü ildə tərəflər arasında bağlanmış qarşılıqlı yardım protokoluna gəldikdə isə bu protokol atəşkəs müqaviləsindən sonraki dövrü əhatə edirdi və bu dövrdə Azərbaycan silahlı qüvvələri artıq ciddi islahatlar prosesinə başlayırdı və bu prosesdə Türkiyənin rolu böyük olmalı idi və məhz bu 94-cü ildə imzalanmış protokoldan sonra Türkiyədən Azərbaycana xeyli sayıda təlimatçılar gəldi və biz bilirik ki, 1997-ci ildə məhz Türkiyə tərəfinin dəstəyi ilə Azərbaycan ali hərbi məktəblərində kadrların NATO standartına uyğun hazırlaşdırılması prosesinə başlanıldı. Burada sənədin birinci hissəsi hərbi, siyasi və təhlükəsizlik məsələlərini əhatə edir. Bu nəyi nəzərdə tutur? Bu mühüm bir məsələdir. Xüsusilə də avqust ayında Rusiya ilə Ermənistan arasında imzalanmış 102 saylı hərbi bazanın perspektivinə dair müqavilədən sonra bu çox mühüm görünür. Bəlli olduğu kimi bugün Rusiya bu müqavilə üzrə Ermənistanın təhlükəsizliyinin təminatçı rolunda çıxış edir və 102 saylı baza eyni zamanda Ermənistanın müdafiəçi rolunu oynayacaq. O baxımdan alternativ olaraq Azərbaycan üçün də bu tip müqavilə çox vacib görünür. Niyə görə? Çünki məhz bu müqavilə ilə Türkiyə Azərbaycanın müdafiəsinin, təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir və müqavilədə açıq şəkildə göstərir ki, ilk müddəalarda əksini tapan göstərilir ki, Azərbaycana qarşı hər hansı bir təcavüz olduqda, ümumiyyətlə Türkiyəyə qarşı hər hansı bir təcavüz olduqda tərəflər öz qüvvələrini birləşdirirlər və bir-birlərinə qarşı bir-birlərinə dəstək göstərirlər, öz ordularını birləşdirirlər, dəstək göstərirlər, qarşılıqlı yardım prosesi başlanır. Doğrudan da bu çox mühüm bir məsələdir və Azərbaycanın təhlükəsizliyinin təminatı baxımından çox mühüm əhəmiyyət kəsb edir. Bu müqavilədə Türkiyə və Azərbaycan hərbi strukturlarının bir-birinə uyğunlaşdırılması məsələsi əksini tapıbdırmı? Bu müqavilədə istiqamətlər var. Xüsusilə də hərbi, elmi, texniki baxımından orada ona yaxın istiqamət əksini tapıb ki, yaxın perspektivdə Türkiyə ilə Azərbaycan arasında hərbi, texniki istiqamətdə əməkdaşlıq necə gedəcək? Burada çox mühüm bir məsələlər öz əksini tapıb. Xüsusilə də kadrların müasirləşdirilməsi, idarəetmə strukturlarının təkmilləşdirilməsi, xüsusilə də müdafiə sənayesi kompleksinin inkişafı ilə bağlı tərəflər arasında qarşılıqlı yardımlar öz əksini tapıb. Xüsusilə də qarşılıqlı yardımlar dedikdə biz bilirik, biz gözləyirik ki, məhz Türkiyə tərəfindən Azərbaycana bu istiqamətdə ciddi dəstəklər olacaq. Necə ki, bu proses başlanılıb və ümumiyyətlə xüsusilə hesab edirəm ki, məhz 2008-ci il Gürcistan hadisələrindən sonra bölgədə yaranmış qeyri-dəqiq siyasətdən sonra hansı ki, məsələn, bilinmir ki, Azərbaycanın gələcək hərbi siyasi prioritetləri necə olacaq. Bu Azərbaycan hərbi doktrinasında da belə deyək,
çox bir qeyri-dəqiq şəkildə öz əksini tapmışdı. Belə bir dövrdə bu müqavilə mən hesab edirəm ki, Azərbaycanın gələcək hərbi siyasi prioritetlərinə çox aydın şəkildə dəqiqlik gətirir və aşkar görünür ki, Azərbaycan məhz öz müdafiə və təhlükəsizlik sektorunu NATO standartına uyğunlaşdırmaq yolunu seçib və Türkiyə ilə əməkdaşlıq müqaviləsində, bu müqavilədə də məhz həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartına uyğunlaşdırılmasını təmin edəcək. Xüsusilə də müdafiə sənayesi sayəsində əməkdaşlığı mən çox vacib hesab edirəm. Bəlli olduğu kimi son illərdə Azərbaycanda müdafiə sənayesində müəyyən inkişaf templəri nəzərə çarpıb, həmçinin nəzərə almalıyıq ki, hərbi texniki əməkdaşlığa keçmirəzdən əvvəl təhlükəsizliklə bağlı əməkdaşlıq. Biz hərbi siyasi əməkdaşlıqdan söhbət açdıq. Müqavilələr, sənədlər, qarşılıqlı öhdəliklər və ilə axıra. Bəs təhlükəsizliklə bağlı. Məsələn, deyək ki, Rusiya Ermənistanda hərbi bazasını saxlayır. 49 il uzatdı və Ermənistanın müstəqilliyi üçün, ərazi bütövlüyü üçün təhlükə yaranarsa da Rusiya, yəni qarşılıqlı yardım edə bilər. Bəs Azərbaycanda necə? Türkiyə hərbi bazalar yarada bilərmi bu sənədə görə? Və təcavüz var indi Azərbaycanın ərazisinə, 20% işğal olunur. Belə olan halda Türkiyə hansı hərəkət etməlidir həmin müqaviləyə görə? Artıq işğal var, işğal faktı var. Orada sənəddə əks olunubdur ki, əgər təhlükə yaranarsa, yəni o dəqiqə, yəni dərhal danışıqlar başlamalıdır qarşılıqlı yardımla bağlı. Amma Azərbaycanın ərazisində artıq işğal var, nəinki təhlükə. Bəli. Azərbaycanın bu ilin iyun ayında, yəni parlament tərəfindən təsdiq olunmuş hərbi doktrinasında, yəni son müddəalardan biri Azərbaycan ərazisində gələcək hərbi iştirakla bağlı bir məsələ idi və belə deyək, konstitusiyadan fərqli olaraq Azərbaycan hərbi doktrinası Azərbaycan ərazisində xarici hərbi bazaların yerləşməsi və hərbi xarici iştirakının mövcudluğunu istisna etmirdi. Yəni zəruri olan anda, yəni hər hansı bir ölkənin xarici hərbi iştirakı Azərbaycan ərazisində mümkün ola bilər. O baxımdan mən hesab edirəm ki, Azərbaycan və Türkiyə arasında imzalanmış bu müqavilə Azərbaycan ərazisində Türkiyə hərbi iştirakını tam mümkün edir. Yəni hər bir istisna burada yəni olmur və xüsusilə də mən hesab edirəm ki, yaxın perspektivdə belə deyək, Azərbaycanın ərazi bütövlüyünə, xüsusilə Naxçıvan tərəfdən hər hansı bir ciddi təhdid olarsa, yəni bu reallıq ortada olarsa, məhz Türkiyənin Naxçıvanda hərbi iştirakının genişləndirilməsi, onsuz da bu iştirak mövcuddur. Bunun bir bazı şəklinə salınması mümkündür. Eyni zamanda mən hesab edirəm ki, xüsusilə də yeni dövrdə məhz belə deyək, artıq NATO-nun Rusiya ilə barışıq prosesinə qədəm qoyduğu bir dövrdə, müəyyən dialoqa başlanması bir dövrdə Cənubi Qafqaz regionunda balanslaşdırma siyasətinin tətbiq olunması baxımından, əgər Ermənistan ərazisində Rusiya bazası varsa və Ermənistan kollektiv təhlükəsizlik müqaviləsinin təşkilatının üzvüdürsə, Azərbaycanda isə məhz belə deyil, NATO-nun üzvü olan, NATO-nun aparıcı qüvvəsi olan Türkiyənin hərbi bazasının yerləşdirilməsi bir senaryo olaraq mümkündür. Və mən hesab edirəm ki, burada hər hansı bir ciddi, yəni təzyiq obyektinə çevriləcək məqamlar yoxdur. Müqavilədə bu hərbi müttəfiqlərlə danışıq prosesi də var. Yəni bu bazanın yaradılması yardımla bağlı. Bax bu necə əksini tapacaqdır? Müqavilədə xüsusilə qarşılıqlı yardım məsələləri var. Yəni konkret olaraq bir neçə müddəa, səfərən 4-5 müddəada orada qeyd olunur ki, tərəflər hər hansı bir xarici təhdidə qarşı birgə mübarizə aparırlar. Tərəflərin birinə xarici təcavüz olarsa, digər tərəf ona dəstək göstərir. Aydın ki, burada ümumi tezislər əksini tapıb və bu sənəddən digər aktlar ortaya çıxacaq və bu prosesin necə gerçəkləşməsi bəlli olacaq. Çünki orada bir sıra maddələr var ki, orada qeyd olunur ki, bu məsələ tərəflər arasında sonraki danışıqlardan asılı olacaq. Amma düzdür, bir sıra ekspertlər bununla bağlı o qədər nisbin əhval-ruhiyyədə deyirlər. Onlar hesab edirlər ki, məhz hazırki prosesdə, çünki biz artıq görürük 2-3 ildə Azərbaycan və Türkiyə arasında müəyyən siyasi gərginlik yaranır və bu baxımdan belə bir sənədin ortaya çıxması, yəni o qədər də yəni belə deyək, davamlı bir proses kimi görünmür. Yəni ona görə nisbin əhval-ruhiyyədə deyil, amma ümumiyyətlə məndə nisbin əhval-ruhiyyə var. Mən hesab edirəm ki, düzdür, yəni müəyyən siyasi rəhbərlər arasında ziddiyyətlər olsa da, xalqların yəni yolu birdir və bu istiqamətdə belə deyək, ictimaiyyətin bu layihənin gerçəkləşməsində, bu müqavilənin gerçəkləşməsində dəstəyi böyük olacaqdır. Mən hesab edirəm, yaxın perspektivdə biz bunun real addımların şahidi olacaq bu istiqamətdə. Son sual, təbii ki, müqavilə 5 bənddən ibarətdir. Mən iqtisadi və humanitar ümumi məsələlərə toxunmuram. Hərbi texniki əməkdaşlıq sahəsində vəziyyəti necə qiymətləndirirsiniz? Qısaca. Qısaca mən çox da müsbət qiymətləndirmirəm. Çünki Azərbaycan Türkiyənin potensialından lazımı qədər istifadə etməyib, tərəflər arasında müəyyən ziddiyyətlər də ortaya çıxıb
Çünki biz bilirik ki, artıq 16 ildən artıq bir müddətdir ki, Türkiyə-Azərbaycan arasında ciddi hərbi əməkdaşlıq prosesi gedir. Amma biz nəticələrə baxsa görərik ki, Azərbaycan çox da bu potensialdan istifadə etmir. Düzdür, burada siyasi məsələlər də, siyasi maneələr də mövcuddur. Mən hesab edirəm ki, məhz bu müqavilə Azərbaycan üçün qarşıdakı perspektivdə qısa bir müddətdə Türkiyənin hərbi siyasi potensialından tam istifadə etmək, onun müdafiə və təhlükəsizlik sektoruna tətbiq etmək imkanları yaradacaq. Çox sağ olun studiyamıza gəldiyinizə görə. Bugünkü qonağım Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli idi. Sağ olun.